O, ömrünün ahıl çağında da canı, qanı ilə bağlı olduğu Gədəbəyin tarixini araşdırmaqdan, onun gözəlliyini şeirlərlə vəsf etməkdən usanmır. Bu gün də arayır, axtarır, müxtəlif mənbələri araşdıraraq Tanrının dünyanı yaratmağa az qala Gədəbəydən başladığını sübut etməyə çalışır. Onun üçün Gədəbəy dünyanın mərkəzidir. Nəbiyev Kərəm Vəlioğlu'ndan danışacağıq. Çoxları onu sadəcə Gədəbəyli Kərəm kimi tanıyır, amma az adam bilir ki, həmin bu Gədəbəyli Kərəmin gənclik illərindəki jurnalist fəaliyyəti SSR KGB-sinin də diqqətini çəkib və o, repressiya qurbanı kimi uzun illər doğma vətənindən didərgin salınıb. Nəbiyev Kərəm Vəlioğlu 1947-ci il noyabrın 10-da Gədəbəy rayonunun keçmiş Arabaçı indiki Çiçəkli kəndində Meşəbəyi ailəsində doğulub. 1965-ci ildə kənd orta məktəbini, 1969-cu ildə Xanlar Pedaqoji Texnikumunu bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Bərdə rayonunun Güloğlular kənd 8 illik məktəbində başlayıb. Sonrakı illərdə öz doğma kəndindəki məktəbdə müəllim işləyib. Yaradıcılığa meyli onu Gədəbəyin füsunkar təbiətini fotonetlərə köçürməyə həvəsləndirir və bu iş tədricən onun əsas peşəsinə çevrilir. Bu minvalla o SSR Jurnalistlər İttifaqının yaratdığı fotojurnalistika məktəbinə qəbul olunur. Bu ixtisasa yiyələndikdən sonra Kərəm Nəbiyevi Daşkəsən rayon qəzetinə fotomüxbir kimi işə göndərirlər. 1975-ci ildə o zamanki Jurnalist jurnalının elan etdiyi ən yaxşı fotojurnalist müsabiqəsinin qalibi olduğuna görə Kərəm Nəbiyev dövrün ən populyar qəzetlərindən olan Mingəçevir İşıqları qəzetinə təyinat alır. Gədəbəydə olan bir çox Oğuz Alban qəbirləri, Oğuz qəbirləri, daş qutu qəbirlər, mən onların hamısını üzə çıxartmışam və yenə də onların hamısını müraciət eləmişəm Elmlər Akademiyasına. Fəaliyyəti bütün media orqanlarının diqqətini çəkdiyindən o, eyni zamanda əksər qəzetlərin, eləcə də radio, televiziyanın bölgə müxbiri kimi fəaliyyət göstərməyə başlayır. 1979-cu ildə isə SSR repressiya maşınının əli Kərəm Nəbiyevə də çatır. O, dövlət televiziyasındakı Respublikamızın sənaye şəhərlərində verilişində işlətdiyi bir cümləyə görə Azərbaycandan sürgün edilir. Həmin verilişdə reportajı təqdim olunan Kərəm Nəbiyev milli təəssübkeşliyinə söykənərək belə bir ifadə işlədir. Mingəçevirdə 24 müəssisə fəaliyyət göstərir, ancaq təəssüf ki, onların hamısının rəhbəri rus və ermənilərdir. Bu cümlə SSR rəhbərliyinin hiddətinə səbəb olur və gənc jurnalisti uzaq Novosibirskə sürgün edirlər. Doğma vətənindən ayrı salınan Kərəm Nəbiyev Sibirdə ağır şərtlər altında yaşayır. Dəhşətli şaxtalar gənc jurnalistin səhhətində problemlərə səbəb olduğundan o 1983-cü ildə SSR Jurnalistlər İttifaqının rəhbərliyinə müraciət edərək dözülməz həyatı barədə məlumat verir. Elə həmin ildə Kərəm Nəbiyev Sibirdən Stavropol vilayətinə göndərilir və burada ona yerli qəzetlərdə çalışmaq imkanı da verilir. Beləliklə Kərəm Nəbiyev Stavropolskaya Pravda və Qraçovka rayonunun Period qəzetlərində fəaliyyətə başlayır. Kərəm Nəbiyevin Stavropoldakı həyatı da hamar olmur. Ermənilərin sıx yaşadığı vilayətdə Kərəm Nəbiyev erməni yalanlarını təqzib edən yazılarla çıxış edir. 1989-cu ildə isə Stavropol şəhərinin Lenin meydanında rusların və ermənilərin Azərbaycana qarşı təşkil etdikləri mitinqlə səsləndirilən şüarlara açıq etiraz edir və ermənilərin güya zorla qovulduqlarına dair iddialarının yalan olduğunu bəyan edərək mitinqin dağılmasına nail olur. Stavropol vilayətinin partiya komitəsi Kərəm Nəbiyevin davranışlarını başqa millətlərə qarşı aqressiya kimi qiymətləndirərək onun Stavropoldan qovulması barədə qərar verir. Kommunist Partiyasının qərəzi bununla da bitmir. Belə ki, Kərəm Nəbiyevin şəhərdəki evi və bütün əşyaları əlindən alınaraq ermənilərə verilir. Gədəbəyə qayıdan Kərəm Nəbiyevə sonra Stavropolla qayıtmaq təklif olunsa da, o 90-cı il 20 yanvar qırğınına və ölkəsinə olan erməni hücumlarına görə vətənini tərk etmir. 90-cı illərin əvvəllərində Kərəm Nəbiyev Azərbaycan Təbiəti jurnalında və ölkənin digər media orqanlarında bölgə müxbiri kimi fəaliyyət göstərib.
Birinci Qarabağ müharibəsi dövründə Kərəm Nəbiyevin Gədəbəy cəbhəsindəki vəziyyəti əks etdirən fotoları ölkənin demək olar ki, bütün qəzetlərində yayımlanıb, hazırladığı video reportajlar televiziyada nümayiş olunub. Mənim fotolarım yalnız Gədəbəy uğrunda döyüşən o döyüşləri çəkmişəm mən. Orada bütün qəhrəman oğulları, mən çəkdiklərim hamısı demək olar ki, əsl qəhrəmanlardır. Orada nə qədər şəhidlərimiz. Həmin o kitabda, indiki bax o kitabda mən onları göstərmişəm. Elə birinci partiya gedir milli qəhrəmanlar, ikinci partiya gedir şəhidlərimiz. Ondan sonra da bütün o döyüşçülər gedir. 1980-ci ildə Azərbaycan Jurnalistlər İttifaqına, 1983-cü ildə SSR Jurnalistlər İttifaqına qəbul olunan Kərəm Nəbiyev müxtəlif beynəlxalq foto müsabiqələrinin qalibidir. O 2000-ci ilin əvvəllərindən özünü fəal ictimaiyyətçi kimi də tanıdır. Kərəm Nəbiyev 2005-ci ildə Regionların İnkişafı İctimai Birliyinin təmsilçisi kimi 1941-45-ci illər müharibəsinin iştirakçıları barədə Gədəbəy veteranları, Şəmkir veteranları və Qazax veteranları kitablarını ərsəyə gətirir. Onun müəllifi olduğu Gədəbəyin tarixi abidələrindən bəhs edən Gədəbəy Gözəlliyin Yarandığı Yer adlı kitabı 2015-ci ildə Moskvada keçirilmiş beynəlxalq kitab yarmarkasında 3 qızıl medala layiq görülüb. Kərəm Nəbiyev həm də Heydər Əliyev Fondunun prezidenti 1-ci xanım Mehriban Əliyevanın dəstəyi ilə çəkilmiş Gədəbəy qalaları, Ayrumlar və Erməni saxtakarlığı adlı sənədli filmlərin ssenari müəllifidir. Mehriban xanım bir ləyaqətli xanım kimi mən onun xətrini istəyirəm və mənim kitablarımın çapında mən onu da deməliyəm ki, bayaq ki, elə suala cavab olaraq mənim əsl kitablarım elə o kitablardır. Həmin kitabların çıxmasında Mehriban xanımın çox bəli o eləyir və bütün o kitabların necə deyirlər yayılmasıdır, hər yerdə tanınmasında Mehriban xanımın əsas işi olur. Kərəm Nəbiyev hazırda Eko Aləm və Problemlər qəzetinin təsisçisi və baş redaktorudur. İnsan və Cəmiyyət qəzetinin redaktorudur. Kərəm Nəbiyevin son 2 kitabı Dünya Həminki Dünyadır və Gədəbəyin Qəhrəman Müdafiəçiləri bu il nəşr olunub. O, eyni zamanda Türk ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin fəal üzvü kimi də səmərəli fəaliyyət göstərir. Strabon 2000 il bundan əvvəl Strabon, yəni bilirsiniz, o Yunan coğrafiyaşünas səyyahıdır. O Puteshesiya bu Qafqaz əsərində, yəni Qafqazı səyahət kitabı o Ermitajda 4 dənə kitabdır. Bütün nəinki Gədəbəyin, bütün Azərbaycanın tarixi orada göstərilir. Orada mən çəkdiyim o fotolar var. İndi adı birinin Koroğlu qalasıdır. Strabonun göstərdiyinə görə, dediyinə görə ödə olub orada, orada olub və göstərir ki, bu qala tarixdən əvvəl, yəni eradan əvvəl tikilib. Adı da Ərən qalası, Ərən qalası. Qaldı ki, indi o Qız qalası adlandırılan, o da onun adını göstərir ki, Cənnət qaladır. Cənnət qala. O da yenə eradan əvvəl tikilib. Mən fəxr eləyirəm ki, Gədəbəyliyəm. O elin oğluyam.